Kim əgər tövbə edərsə, üzü Allaha gedərsə, ona cənnət olacaq daimi qismət. Budur əslində səadət, əbədiyyət. Yığdığım mal qısa müddət çatacaq karıva qardaş. Bunu dərk eyləyəsən kaş. Qocalırsan, qayıtır yaş. Gələcək vaxt qoyacaqlar sinövün üstünə bir daş. Qalacaqsan elə çaş-baş. O zaman dərk edəcəksən nə oğul var, nə də yoldaş. Nə də ki çatmayacaq dağda o gün evdəki daşqaş. Gələcək xeyli vətəndaş vətənindən, tutacaqlar kəfənindən, didəcəklər bədənindən ətuli hissə və hissə. Budur qüssə, budur vəhşət, budur dəhşət və cəhənnəmdə olan isti hərarət səni daim alacaq ağuşuna. Sən dözəcəksən buna, yox. Səbəbi vardır, cılızsan və zəifsən, özünü satma, heyfsən. Çox azlığın dəyişirsən, nə hərifsən. Arada başını qaldır, göyə bir eylə nəzər, yatma bəşər, gör nə qədər şurə səmada düzülüb dövr eləyir, kim bunlara əmr eləyir, gör bu bəşər fikr eləyir ki, biri toqquşsa birinə, dağlar kulli aləm, yaşamaz bir nəfər aləm. Arada başını qaldır, göyə bir eylə nəzər, yatma bəşər, gör nə qədər kürə səmada düzülüb dövr eləyir, kim bunlara əmr eləyir, gör bu bəşər fikr eləyir ki, biri toqquşsa birinə, dağlar kulli aləm, yaşamaz bir nəfər aləm. Deməli burada nizam var, yaradan var. Açoxu evdə Quran var və nişan var. Görəcəksən yağışı kimdi səfən yer üzünə, həm buludu pərdə kimi kimdi çəkən yer üzünə. Növbə-növ bitkiləri kimdi əkən yer üzünə, ətrafla bax. Nə qədər növdə çiçək var, bax. Hərəsində özünə məxsus olan rəng və bəzək var. O çiçəkdən özünə ruzi tapan qurt və böcək var, kəpənək var. Biri istehsal edir bal, o biri qurtda ipək var. Bunları göz görür aşkar, bunları xəlq eləyən var. Nə edibdir səni vadar, edəsən Allah'ı inkar. Cavabı vardı, cəhalət, yəni qəflət. Niyə sən almadın ibrət, o gedənlər nə yapardı? Bu həyat sanki qatardır, səni də mindirəcəklər, eləyib sorğu sual dindirəcəklər. Deyəcəklər cavabın ver, nə qədər mal ki yığıbsan hesabın ver, kitabın ver. Qalacaqsan o zaman lal, vuracaqlar o yekə boynuva qanda, quracaqlar yekə tonqa, yanacaqsan. Nə qədər mal ki yığıbsan danacaqsan.
Nə qədər həqqə giribsən, onları axtaracaqsan. Yıxılıb yalvaracaqsan, öpəcəksən onların əl əyağından, tutacaqsan balağından. Hamını səsləyəcəksən, özünü pisləyəcəksən. Deyəcəksən səni əhv eylə ilahi. Bu günahı eləyən mən. Bunu insan eləməzdi, nə də heyvan eləməzdi. Nəyi ki mən elədim millətə, şeytan eləməzdi. Çəkərək deyəcəksən məni qaytar geri Allah, eləyim nəfsini islah. Deyəcəklər daha geçdi, bu ömür müddəti keçdi. Bunu dünyada edəydi, əbədi nura gedəydi. Tutacaqlar o yalancı kəkilindən elə möhkəm. Sürüyüb ateşə doğru atacaqlar, çəkəsən qəm. Deyəcəklər, əbədi yerdir sənə nar-ı cəhənnəm, bəni yağır. Bunu yazdım, Şüəra surəsinin həqqini əda etmək üçün mən. Düşünüb dərk edəsən sən. Bu cəmiyyətlə bərabər olasan sən.